Yəni ilk anlayışları ilə bağlı olan sınav nizamına baxacağıq. Birinci suala başladıq. Qarışıqlar verilib və ayrılma üsulları verilib. Bizdən nə istəyir? Homogen qarışıqlar. Homogen qarışıq, yəni eyni cinslə qarışıq olmadı. Eyni cinslə qarışıqların ayrılma üsulları hansıları idi? Buxarlandırma, kristallaşdırma, distillə və xromatoqrafiya. X xromatoqrafiyadır. Deməli homogendir. Süzmədir. Deməli bu heterogendir. Durultma yeni heterogendir. Buxarlandırma isə homogendir. X ilə T cavab olur B variantı. Fiziki hadisəni göstərin. Fiziki hadisələr nə aid idi? Rəngi, iyi, dadı, sıxlığı, ərimə qaynama temperaturu bunlara aid idi. İndi baxaq, turşuma çevrilmə baş verir, bu kimyəvidir. Buxarlanma onun aqreqat halıdır, ona görə fizikidir. Kömürün yanması, yanma reaksiyaları kimyəvidir. Paslanma yenə də çevrilmə kimyəvi, çürümə yenə də kimyəvi. Bizdə nə deyir? Üçüncü sual. Yanlış fikri seçin daha doğrusu. Qarışıqlar dəyişkən tərkiblidir. Qarışıqlar bəli dəyişkən tərkiblidir. A variantı tamamilə doğrudur. Konkret kimyəvi formulları yoxdur. Qarışıqların bəli. Sabit fiziki xassələrə malikdir? Xeyr. Saf maddələr idi. Sabit fiziki xassəyə malik olan eyni cinsli və müxtəlif cinsli olur. Doğrudur. Fiziki üsullar və tərkib hissələrinə ayrılması da doğrudur. Dördüncü sual. Hansı proseslər zamanı sıxlıq artır? Sıxlıq artır həmişə bu istiqamətdə. Necə yəni? Biz belə deyək də, bərk, maye və qaz. Bu şəkildə bir ədəd oxu təsəvvür edək. Bilirik ki, bərkdən mayeye gedən də nə eləyir? Əriyir. Mayədən qaza gedən də buxarlanır. Və bunun əksi də var idi. Qazdan mayeye, mayədən bərkə keçsin. O hissələrə baxacağıq biz. Mayədən bərkə keçirsə bu donma, qazdan maye gedirsə nə olacaq? Kondensləşmə. Bizə hansı istiqamət lazım idi? Sol istiqamətdə. Yəni bu istiqamətdə qazdan maye getmə, kondensləşmə və yaxud da donmanı götürəcəyik mayədən bərkə. Donma yoxdur. Bu variantlarda görürük ki, sadəcə kondensləşmə var. Ona görə də cavab yalnız ki, C variantı olacaq. Digər istiqamətdə də azalırdı. 5-ci sual. Bizə həll edicilər verilibdir və maddələr veribdir. Bizə nə deyir? X, Y və Z maddələrindən ibarət qarışıqdan bu maddələri ayırmaq üçün həll edicilərdən hansı ardıcıllıqla istifadə etmək lazımdır? Biz baxırıq ki, X maddəsi suda həll olur, Y olmur, Z olmur. O zaman biz burada nə etməliyik? X-i çıxmalıyıq. Ona görə bu şəkildə atacağım. Deməli, birinci biz sudan istifadə edəcəyik burada. Aha, su. Daha sonra efirlə spirt arasında qaldıq. İkinci biz həll ola bilər hansı deməli? Aha, spirt. Burada da olur və efirsə Y-də həll olur, Z-də həll olur. O zaman efirdə atdıq. Spirt qaldı. Biz deyəcəyik su, spirt, efir. C variantı. 6. Maddənin fiziki xassələrinə aid olanları seçin. Bayaq nə demişdik? Maddənin fiziki xassələrinə onun rəngi, iyi, dadı, sıxlığı, aqreqat halı bunlar aid idi. Baxsaq görürük ki, rəngi, sıxlığı, aqreqat halı 1, 2, 3 A variantı götürəcəyik. Həcmlə metallıq kimyəvi xassədir. 7. Nöqtələrin yerinə uyğun gələn cavabı müəyyən edin. Hava, benzin və neft. Bunlar üçün ortaq cəhəti odur ki, bunlar qarışıqdırlar. Amma biz müəyyən etməliyik ki, bu eyni cinslədir, yoxsa müxtəlif cinslə. İndi saf maddədir yanlış, birləşmədir yanlış, bəsit maddədir yanlış. Və buradan gördüyümüz kimi biz eyni cinsli, müxtəlif cinslinin bu şəkildə də bir tərif verirdik ki, eyni cinslər gözlə görünmürdü. Gözlə seçmək yəni çətin idi. Müxtəlif cinsli isə asan idi. Götürəcəyik B-ni, eyni cinsli qarışıqdır. 8. Maddələrin növünə görə ayırın. Bəsit maddə və mürəkkəb maddə. Bəsit maddə eyni növ element atomundan ibarət olmalıdır. Mürəkkəb isə 2 və daha artıq element atomundan ibarət olmalıdır. Karbon qazı CO2-dir. Ozon O3, su H2O, sulfat turşusu H2SO4-dür, SO4. Qrafit karbonun şəkil dəyişməsidir. Kükürt isə
S8-dir. Bəsit maddə eyni növdən ibarətdir. 2, 5 və 6. 2, 5, 6 cavab onsuz D variantı çıxar. 1, 3, 4 də olacaq nə? Mürəkkəb maddə. Karbon qazı həm karbondan ibarət, həm oksigendən ibarət. Su həm hidrogendən, həm oksigendən. Sulfat turşusu həm hidrogendən, həm kükürddən, həm də oksigendən ibarətdir. Müxtəlif maddələrdən ibarətdir. 9. Hansı halda qarışıqlara uyğun ayrılma üsulu doğru göstərilmişdir? Bizdən nə istəyir? Doğru istəyir. Şəkərin üzərinə su gələndə buxarlandırma tamamilə doğrudur. Şəkərlə suyu siz də bir-birinə qarışdırsanız, bunu buxarlandırma üsulu ilə ayıra bilərsiniz. Spirtlə su deyir kristallaşdırma. Xeyr, kristallaşdırma deyil, distillə ilə ayrılırlar. Yağla suyu, süzmə, şəkər su, durultma, qum su, distillə bunlar da yanlışdır. 10 sual. Aqreqat hal dəyişmələrindən hansı kondensləşməyə uyğundur? Bayaqları burada sual vardı, burada demişdik. Nə demişdik? Qazdan sual elə üstündə edək bunu. Qazdan birbaşa nəyə keçiddir? Mayeyə. Qazdan mayeyə keçid olur kondensləşmə. Hardadır? C variantı. Kimyəvi hadisələri göstərin. Donma nədir? Onun aqreqat halı deməli fizikidir. Yanma reaksiyalar demişdik, onsuz kimyəvidir. 2-ni götürürəm. Südün turşuması sualın birində var idi elə südün turşuması. Yodun sublimasiyası. Sublimasiya aqreqat halı olduğundan fizikidir. Dəmirin paslanması yenə də vardı sualın birində. Bu da kimyəvi. 2, 3, 5. Sonra növbəti 12-ci sual. Uyğunluğu müəyyən edin. Bəsit maddə və mürəkkəb maddə yenə də eyni sualdır. Bayaq həll etmişdik. Oksigen nədir? O2, su H2O, kükürt S8, sulfat turşusu H2, SO4-dür. Bəsit maddə eyni növ element atomdan ibarət olacaq. 1-ə gedəcək A, C, 2-yə gedəcək B ilə D. A, C, B, D. Situasiyalarla davam edək suallarımıza. Laboratoriyada şagirdlər məişətdə çox istifadə olunan X saf maddəsinin aqreqat halları üzərində müşahidə apardılar. Məlum oldu ki, digər maddələrdən fərqli olaraq X maddəsinin aqreqat halı sıxlığı aşağıdakı kimi dəyişir. Sıxlığı artırsa bu istiqamətdə, deməli bu sudur. H2O. İndi nə deyir biz onun üstü? X maddəsinin kimya formulu. Əlbəttə ki, su. H2O. İkinci çevrilmədə hansı fizik hadisə baş verir? İkinci çevrilmə hansıdır? Bərkdən mayeyə. Bərkdən mayeyə keçiddirsə, bu ərimədir. Cavab olur ərimə. 15. 3 mol X maddəsində ümumilikdə neçə mol atom var? Biz nə dedik? H2O X maddəsi deyir 3 molunda amma. Biz 1 molunda nə qədər atom var bunun? 2 bu, birdən də oksigen eləyir 3. Və 3 molunda nə qədər var? X mol. X olacaq nə? 9. Cavab olacaq 9. Beləliklə, bugünkü sınavımızı da yekunlaşdıq. Növbəti hansı mövzu ilə bağlı, hansı fənlərlə bağlı, sınaq, nə cür videolar istəyirsinizsə, rəy bölməsində qeyd edin. Mən də çalışdığım qədər o mövzularla bağlı videolar çəkəcəm.